Slovakiya, Bratislava'dan hər kəsə salam olsun. Bugün Borimoldayıq. Borimol Bratislava'da olan ticarət mərkəzlərindən biridir. Və gördüyünüz oradan avtobus dayanacağıdır. Bir avtobus dayanacağı da bu hissədədir. Zaten Bratislava'da Borimol yazsaz, yəni belə də tanınan bir yerdir, yəni tez tapılacaq bir yerdir. Bura ictimai nəqliyyatla da gələ bilərsə avtobusda gedir və yaxud da ki taksi xidmətindən və yaxud da avtomobillə. Burada parking yeri var və Borimolun özündə də parking yeri var. Bura niyə gəlmişəm, onu sizə danışım. Bratislava'da bir çox belə deyək, istər restoran, kafe, belə bir yerlərdə olmuşam. İstədim buranı sizə təqdim edim. Nə zamansa Bratislava gəlsəz və yaxud da Bratislava'da yaşayan, Bratislava'ya belə deyək də bir qonaq kimi gəlsəz, bu məkanı sizə tam səmimi önərirəm. Çox gözəl bir yerdir, məkandır. İstədim bu belə deyək də bu yeri sizlə də bölüşüm. Həm də kanalımda paylaşım. Elə bu arada kanalıma baxın, abunə olun. Düşünürəm ki, video xoşunuza gələr və bəyənərsiniz. Burada bir çox restoran, kafe var Borimolda. Əsasən mənim axtardığım, çoxdan da axtardığım belə deyək də odadır. Belə deyək də bir neçə ay öncə buranı mən kəşf etdim. Elə zaman buldum, istədim buranı sizlə çəkim göstərim. Nəsə Borimolun içərisindən. Bura əsas giriş qapısıdır. Burayla düşürük. Bura birinci mərtəbəsi, burada Cinema Max, Foxcopy var. Sonra burada geyim dükanlarıdır. İndi isə burayla düşürük aşağı. Bu məkanı hələ ki sizə demirəm, gedəndə göstərmək istəyirəm. Belə tip yerlər əslində çoxdur, ancaq bunlar bu yer kimi, yəni mən görmədim açığı. Və çalışacağam o, nə dedim, o səmimiyyəti, o istiliyi sizə də göstərim. Biz hal-hazırda sıfırdayıq. Eskalatorla düşdük. İndi isə gedirik restoran olan yerə. Kanalımda istəyirəm zaman-zaman belə yerlərdə sizə tanıdım göstərim. Düşünürəm ki, maraqlı olar. Yəni tam ailə ilə gəlinəsi biridir və ən əsası xoşuma gələn burada çox təmiz, yəni bir yerdir. Yeməyi gündəlik hazırlayırlar. Demək, burada belə bir sərgidir. Bəs burada hər həftə və ya da aydan azı 2-3-dür. Burada nəsə bir maraqlı bir sərgi keçirilir. Belə bir. Hə dostlar, dediyim məkan buradır. Turkish food, yəni Türk yeməkləri, Türk mətbəxi. Buranı belə deyək, mən hardasa bir ay olar təxmini kəşf eləmişəm. Mənim nəzərimdə bu tip, yəni bura kimi yəni yoxdur. Demək, istər müştəri ilə davranışları, istər yeməyin hazırlanması, yəni məsələ burada dönər hazırlamaq deyil. Yəni burada kebab da deyirlər ona. Yəni belə deyək də, həm də ana yeməkləri olur, gündəlik menü dəyişir. Və ən əsası buradakı biz belə deyək də vaxtım oldu, söhbət edə bildim. Yəni çox belə deyək də, insanı xoş qarşılayırlar. Yəni tək bizə qarşı deyil, yəni digər müştərilər də elə qarşılayır. Burada həmçinin əsas lazım olan burada pidəni, lahmacunu, hətta pizzanı belə burada gündəlik hazırlanır. Gündəlik yəni tapmaq olar. Yəni mən indi onu dadmağı da göstərəcəm sizə. Necə bir dad hazırlanır, necə belə deyək də dadını da mən sizə belə deyək də yeyəcəm. Sifariş verdim də sizə göstərəcəm. Yəni çox superdir. Yəni ailə ilə gəlib burada otura bilərsiniz. Burada bir özünə xidmətli digər restoran kimi deyil. Və buranın ən əsas üstün olmağı təmizliyi və ticarət mərkəzində yerləşməlidir. Merhaba, hoş geldiniz. Merhaba, hoş geldiniz Türk mutfağında. Ben Ramazan Şef. Bugünkü menümüzde başlangıç olarak mercimek çorbamız ve mantar çorbamız var, kremalı. Tabii, şöyle. Ve beşamel soslu patlıcanlı bifteğimiz var bugünkü menümüzde ana yemek olarak.
Şöyle. Kısamıram. Yani ve sebzeli köftemiz var şöyle. Evet, sebzeli köftemiz. Şöyle. Ve kuru fasulyemiz var. Mutfağımızda. Etsiz kuru fasulyemiz var. Şöyle kemiksiz balık kızartma var. Yağda balık kızartma var. Sizlerden isimlerini yazmışsınız. Evet. Ve Şu karnabahar kızartmamız var. bu pratik. Garfi olarak geçiyor. Garfi olarak geçiyor. Ve şöyle etsiz ürünlerimiz burada, salata çeşitlerimiz burada çeki yapıyoruz. Aynen. Kabak mücverimiz, karışık kızartma. Aynen. Kabak mücver. Ve salatalarımız var. Böyle etsiz salata ve döner şeklinde yapıyoruz. Kendinizin mi soğuk? Soslar kendimizin sarımsaklı ve sarımsaksız sosumuz ve acı sosumuzu kendimiz yapıyoruz. Usta bunun şekilde. bir sır tarifi var. Sır tarifi yani çok basit yapılmasında. Yani Kendinize has bir sır. tabii. var. Evet. Evet. Ve et dönerimiz ve tavuk dönerimiz var. Böyle Türk mutfağından. Pide pizzamız var. Çeşitli olarak burada şiniselimiz ve İskenderimiz ve ızgara köftemiz ürünü. Evet, ızgaramız da var. Ayrıyeten ekmeklerimizi kendimiz üretiyoruz. Evet, ekmeklerimizi kendimiz üretiyoruz. Şöyle. Hı hı. Güzel. Şöyle ekmeklerimizi kendimiz üretiyoruz, kendimiz yapıyoruz. Günlük taze bir şekilde Her gün müşteri taze. evet müşterimize taze sunuyoruz her zaman. Yani bir ya başka da bu. Her gün kendimiz yapıyoruz. Tavuk. Halin. Türk çayımız var. Türk çayımız var. Bildiğimiz gibi Türkiye'de çayla meşhur. Evet. Gelen misafirlere çayda ikram Çay ikram yapılır. ediyoruz. Süper. Türk kahvemiz var. Süper. Yanında Türk lokumu ile beraber eşliğinde Türk mutfağından, Anadolu mutfağından Sütlaç mı? sütlaçımız var Süper. ve baklavamız var. Baklava, Türk süper, baklava. süper. Bunlar Ya taze bunu bir şekilde Avrupa'da, yapıyoruz. özellikle Slovakya'da hani her yerde bulamıyoruz. Ve burada da bunu tapdıq. Biraz Türkçe, biraz Azərbaycan Türkçəsindən danışacağım. Bak, Türk baklavası ve sütlaç. Ve sütlaç da gündəlik hazırlanır. Evet, günlük hazırlanıyoruz. Misafirlerimize sunuyoruz. Güzel, güzel. Yanında Usta söyledi, pide, lahmacun da hazırlanıyor. evet. Ve Türk kahvenin yanında lokum ikram ediyoruz bu şekilde. Türk lokum da. Evet. Bunlar da hamısı gündəlik hazırlanır. Yəni hamısı təzə hazırlanır. Yəni belə bir məkan açığı digər yerdə görmüşdüm. Xoşuma gəlməyən tərəfləri də var idi. Amma indi ad çəkib istəmək düzgün deyil. Hər kəsin belə rüzusu var, amma buranı mən özəlliklə demək istəyirəm. Çünki özüm bəyəndiyim yeri istəyirəm çəkim sizə göstərəm. Usta bana zahmet olmasa Evet. ben de bir siparişimi vereyim. Evet. Ben yerinde tadına bakmak istedim. Sizin için ne hazırlayalım? Et Türk toyuq döneri olsun ama biraz kızarmış olsun. Ben kızarmış çok Kızarmış seviyorum. olur, tamam. olsun. Salatalıklardan da yanına pilav, patates neyi alırsınız? Şöyle nohutlu pilavımız var. aha, Bulgur pilavımız var Türk mutfağından. Yanına haşlama patates veya patates kızartma. hərəsindən biraz olur mu? Olur, Hem olur, tadına olur. bakın hem de izleyiciler de tatırır. Yani baksınlar. Biraz pilav şöyle. Zahmet olmasın. Biraz bulgur. Süper. Başka? Biraz kızarmış patates olur. Biraz kızarmış patates olur. Tamam. Tamam. Salata ne hazırlayalım size? Salatalık belə deyim. Hepsinden biraz koyabilirsiniz. Hepsinden Hamısı biraz. yansıdıysa. Aha, Hepsinden biraz. güzel. Você sacou a vodka com você? Depois por favor, to будет есть. Может быть, я крем. Bir də madem izləyicilər baxsın, ət dönərdə zahmet olmasa biraz ondan da. Tamam. Biraz et, biraz tavuk. Evet, Tamam. evet, evet. Mix yapalım. Biraz et, biraz tavuk. Mix edək. Toyuq dönər demişdim. Dedim biraz opsindən götürüm. Bax, mix olsun. İkisini də sizə göstərəlim. Bu
Bu gündəlik standart mı yoxsa başqa Günlük çorbalar mı? değişiyor çorbalarımız. Çorba dəyişiyor. Günlük değişiyor. Mercimek standart. İkinci çorbamız günlük değişiyor. İkinci çorba dəyişiyor Evet. gündəlik. Tamam. Size şöyle Tamam. mercimek çorbası verelim. Mantar zəhmət olmasa Mantar da. çorbası. Mantar biberim. Mantarı bir yoxlayım. Bir başqa zamanda Mercimek Şey- çorba. Şöyle buyurun. təşəkkür. Sarımsaklı yoğurt sosumuz var. Olur. Sarımsaksız yoğurdumuz var. Bir de acı sosumuz var. Hərəsindən biraz. Hepsinden Evet. biraz. Güzel. Şöyle. Acı sos. İnsanın yəni baxdıqca acıqması gəlir. Yəni elə bir hiss, elə bir havada. Ve acı. Biraz Şöyle çox hafif. hərəsindən biz biraz denəyək. Bu kebaba Hafif. baxdıqca adam istəyir ki, bunu yesin. Yəni deyir məni ye. Yəni belə bir. Afiyet Süper. olsun. Təşəkkür edirik. Sualların var olsun. Təşəkkür edirəm. Bu arada isminiz usta. Ramazan Derebent. Normal Dəmirəbən. Dərəbən. Türk mutfağının, Türk iş mutfağının aşçı şefiyim. Süper usta. Əllərinizə sağlıq. İndi Afiyet bunu olsun. denəyək, izləyicimizə də göstərək. Teşekkürler, bekleriz. İnşallah. Göstərək. Bir də bizdə bu Azərbaycanda çörəksiz olmur. Bir də sizdən ekmek rica edə bilir miyim sizdən? İndi anlaşılan ki, Türkiyə hər dəfə getmək olur uzaqdan. Amma bura gəlib Türkiyəni burada hiss etmək olar. Yəni elə bir yerdir. O Türkiyədə olan sıcaqlığı, o istiqanlığı burada onu seçmək olar. Ha, özümü üçün belə deyək də bir kənarda gəldim, oturdum ki, rahat çəkim edə bilim. Demək yenə arxada gördüyümüz məkandan, Türk mətbəxindən sifariş verdik. Birinci supun dadına baxmaq istəyirəm. Türkcə belə deyək də mantar supu, bizim Azərbaycanda göbələk supu deyirlər. Bir də kremalıdır. Görək necə bir dadı var. Sizə göstərim belə bu formada. Belə bir dadı var. Görünüşü də çox qəşəngdir və içində göbələk belə deyək də qırıntılar yəni görsənir. Yaxşıdır. Olur. Keçən gəldiyimdə mərci belə deyək, supunun dadına baxmışdım. O da yaxşıdır. Amma lobiya nə idi? Mantar supu, yəni göbələk supu yəni yox idi. Çünki bu ikinci sup dəyişirdi. İstədim bunun dadına baxın. Və bizə sağ olsun belə bir çörək verirlər. Bu çörək gündəlik bişir. Bu həmçinin dönərdə də istifadə edir. Yəni dönəri bu formada da verə bilirlər. Yəni arası kəsilir. Və istidir, çox yumuşaqdır. Onu da sizə göstərim. Nə gözəl. Yəni Türk mətbəxi, biz Azərbaycan mətbəxinə yaxınlığı, oxşarlığı var. Və o dad, təbiilik vardı, yəni çox xoşlayıram. Özüm bəyəndiyim, belə deyək, xoşuma gələn yeri çalışıram sizə çəkim. Yəni yalan olmağı mənə də xoş deyil. Bura nə desən uyğun gəlir. Bombalindon, ləzzətli, super, hər kəlmə yaraşır. İndi isə keçirik ən əsası bax. Sizə bir azmaz dadına baxdım. Göstərim. Mix bir biz sifariş verdik. Yəni istəyə görə bunu az və ya da çox da ola bilər. İstər azlığı, istər orada salatların seçimi. Birinci başlayaq. Demək, bundan. Güzel. Bulgur pilavından düyü pilavı çox qəşəngdir. Qəşəng bir yana dadım almışdır. Belə düzdür, dönəri daha çox belə deyək də bildiyimiz yuxu arası və yaxud da lavaş arası və yaxud da çörəklə. Ancaq menü kimi belə də yəni dadı yaxşıdır, bir yemək kimi yaxşıdır. Super.
Bu ətin qızarmağını göstərim sizə. Süper. Əla. Bratislavada bir çox məkana getmişəm. Yoxlamışam. Bura kimisini mən hələ görmədim. Bəlkə nə vaxt olacaqdır, bəlkə mənim şəxsi fikrimdir. Ancaq ən azından gəlib bir dəfə yoxlamağa dəyər. Yoxlayın, ondan sonra özünüz qərar verərsiniz. Super. Ancaq deyirdim çoxdur, amma bəlkə də ikinci ilə yəni yeyə bilərəm. Mən bir dənə ayran istəyim, gəlbəm. Ayranı, bu da arada, ayran mən demədim. Unutdum. Azlığı var deyə, yəni çox yaxşı gedir. Bu da səhvimsə Türkiyə məhsuludur. Yaxşıdır. Ayran. Dadına baxaq dənə. Acı sevdiyim üçün bunu ancaq ayran kimi ola bilər. Bunu açaq. Əla, kökmədik. Gözəl. At. Qoyuq olmuş. Al. Bir də sizə toyuğu göstərim. İndi bu üstlərisi sousludur. Mesela necə qızarıqdır. Bombalino həqiqətən. Gözəl. Məsələ məqsəd məkanın hamısı çəkmək deyil. Hansında ki özüm müştəri olmuşam və onu bəyənmişəm, xoşuma gəlibsə, mən çalışacağım, yəni o yerdə sizə çəkim göstərəndə bəyəndiyim, özümün sizə önərə biləcəyim mən yerdə çalışacağım göstərim. Bu arada kanalımda səyahət videoları da olacaqdır və o da davam edəcəkdir və gündəlik vloglar da olacaqdır. İndi isə yenə davam edirik. Pizza, Turkish food pizza. Her zaman her yerde Turkish pizzalar denemeniz gerek. Çörək də çox qəşəng dadı var. Demək, çörəyin həm yumşaqdır. Belə deyəndə, bizdəki sanki o təndir ki, kürək çörəyi olur.
Yəni ona bənzərliyi də çoxdur. Bir də Avropada, Slovakiyada düzdür, buranın da özünün mətbəxi, özünün təyyarları gözəldir. Biz bu şeylərlə böyümüşük, bu şeylər görmüşük deyə bizə daha çox əziz gəlir. Yəni yenidən sizə göstərim. Buranın Instagram səhifəsi də var. Digər hesablarını soruşmadım. Ancaq olsa onu da əlavə edəcəm. Bizə buranın belə deyək də mərkəzdən biraz, əslində mərkəz sayılır. Bura daha çox Devinsk, Borimont yerləşdir Devinska, Lamaçla Devinska belə deyək də ortasında olan yerləşir. Xəritədə ataram, tam yazsın belə də görəcəksiniz aşağıda. Buranın telefon nömrəsində aşağıda gələcəkdir. Hətta telefon əlaqə vasitəsi də var. Bir də buranın demək Volt tətbiqində var. Sonra buranın Slovakiyanın özünün məxsus Bystra SK. Bir də belə yerli belə də yemək tətbiqlərində var, oradan da sifariş etmək olur. Ən əsası hamının tanıdığı Voltla Volt Foodda, yəni sifariş tətbiqlərdə sifariş etmək olur. Yemək həqiqətən çox doyumludur. Belə deyək, bunu bəlkə 2 nəfər də yeyə bilər. Allah, təşəkkür edirəm, çox sağ olun. Bizə belə deyək də bir ayrı bir Azərbaycanlı bir misafirpərliyi göstərildi və bizə çay gətirildi. Baxın, qəndi də yanındadır, göstərim sizə. Bu da Türk çayı. Bax, çox sağ olsunlar, təşəkkür edirəm. Bir də buranı, mən bir də kiçik bir danışığımız keçdi. Bura düşünürəm ki, yolum bir də düşəcək, bir də gələcəm. Onda isə daha bir fərqli fikirlərimi çəkmək istəyirəm. Yəni, inanın, ailəvi məkandır. Zaten ailə buranı idarə edir. Demək ki, özü həyat yoldaşıdır, bir də uşaqlarını. Zaten belə deyək də, bu işlətli insanlar, yəni ailəvi bir yerdə çox xoşuma gəldi. Yəni, səmimiyyəti, ailə ilə gəlib rahat, belə deyək də, sakin, belə deyək də, yeməyi getmək olar. Bir xoş insana yadda qalan bir xatirədir. Xatirə qalacaqdır. Növbət dəfə düşünürəm ki, bura duyğu uğurla gəlməliyəm, onları da gətirim növbət çəkişimizdə. Biz hələ də davam edirik, yeyək. Əla. Gözəl. Bir də mən bunlara Azərbaycan çayını da dedim. Azərbaycan çayı markasında olan bizim çaylar da dadlıdır. İndi növbəti çəkilişdə o çayı da sizə gətirib bunlara hədiyyə vermək istəyirəm. Belə deyək də, müştərilərə o çaydan da təmin, həm yanında Türk çayı olsun, həm də Azərbaycan çayı. Mən dadına söz ola bilməz. Hamısını bitirdim. Çox gözəl, nəfis dadı var. Suyu da bəyəndim. Mərci suyu gündəlik hər gün var. İkinci suyu da digər olsa seçim edərsiniz, düşünürəm bəyənərsiniz. Bir sözlə həmsi əla. Çayın da dadına baxaq. Demək, türklərdə qəndi içərisinə atır. Biz elə eləyək. Görək. Necə bir yana tutun. Böyle eləyirlər. Hə, böyle deyil, tək şəkərli, düz şəkərli. Bizdə amma daha çox qəndi belə deyək də, biz ağızda atırıq, elə çay içirik. Türk variantı bir dənə yoxladım, görək. Əslində yoxlamışam, sadəcə indi bunu çəkilişdə göstərirəm ki, yəni görəsiniz. Belə qoyum kameranı. Hə, çay baxımından mən düzdür
yedim, gözəldir, bu çay da gözəldir. Amma Azərbaycanın çayının yerini heç nə vermir. Bu da bir marka haqqında danışmıram, hər hansı. Amma ümumi Azərbaycanın çayını, Azərbaycan markası alınan çayları, yəni mən onun dadı başqadır. Hala. Çay soğuduğu üçün biraz rahat içilir deyə, ona görə elə içirəm. Çox gözəldir. Beləliklə dostlar, bugünkü videomuzun da belə də sonuna gəldik. Və buranı mən belə də istədim sizə göstərim. Və indi isə gedib ödəniş edəcəm. Abla, təşəkkür edirəm. Təşəkkürəm. Çox sağ olun. Hər şey gözəl, superdir. Burada özümü, kəndimi Azərbaycanda Türkiyə kimi hiss etdim. Təşəkkür edirəm misafirpərvərliyiniz, qonaqpərvərliyiniz. Çox isti bir yer, ailəcanlı bir yer. Mən növbəti haftalarda yenə gəlib çəkimi yapmaq istəyirəm buradan. Çox xoşuma gəldi. Ayrıca bir çəkiş edəcəm. Belə məkanların özəldə Avropada, xaricdə tanınması, daha da tanınması lazım. Bura maşallah turistik yerdir, ancaq yenə də istəyirəm tanınsın. Bizim zəhmət olmasa biz ödənişi hesabı yapaq. Bu sefer bizden size hediye. Yox, çox sağ olun, təşəkkür edirik. Növbət səfər gələndə şey yaparıq. Bizim zəhmət olmasa biz ödənişi edək. Teşekkür ederim. Çox sağ olun. Təşəkkür ödənişi etdik. Sağ olsunlar. Mənə böyük güzəşt elədilər. Yenə də nə qədər elədim, belə də etdim. Mən götürmədilər ödənişin. Yəni çox razı qaldım. Bir sözlə gəlməcə Türk mətbəxini burada Stabakada, Brasovada, Borimolda, Turkish Postda dada bilərsiniz. Sağ olun.